Oakland Universitetinin tədqiqatçıları feyxua və böyürtkənin ən güclü iltihab əleyhinə təsirə malik olduğunu aşkarlayıb. Tədqiqat müəyyən edib ki, iltihabi bağırsaq xəstəliklərinin və digər orqanların müalicəsi üçün istifadə edilə bilən ən yaxşı təbii vasitə məhz bu iki meyvədir. Alimlər feyxuanın müxtəlif hissələrinin 8 bakteriya ştamına qarşı aktivliyini də sınayıblar. Həkimlər antimikrob aktivliyinin çox hissəsinin toxumlardan olduğu qənaətinə gəliblər. Həmçinin feyxuanın qabığının da əla təbii antibiotik olduğu təsdiqlənib. 100 qram feyxuada 183 kalori, 0,6 qram zülal, 0,4 qram yağ və 8 qram karbohidrat var. Feyxua antioksidan, iltihab, göbələk əleyhinə və antimikrob xüsusiyyətlərə malikdir və çəkini C, B, P və E vitaminləri var. Üstəlik çəkini də normallaşdırır. Alimlər sübut ediblər ki, bu meyvədən xərçəngin qarşısının alınması və sümüklərin möhkəmləndirilməsi üçün də istifadə etmək olar. Bundan əlavə tərkibində yod, kalium, bor və xrom mövcuddur.